Cruise.az-ın dəyərli dostları, müştəriləri, Celestial Journey gəmisində 6035 nömrəli pəncərəli, amma məhdud görüntü dediyimizə bir nümunə. Yenə digər otaqlarda olduğu kimi qardiroplar öz yerində və burada göstərmək istədiyim 2 məqam var. 1 məqam digər başqa bir otaqla connecting otaqdır. Amma əlbəttə ki, orada yad adamlar varsa bura girə bilmirlər. 2 qapıdır və məhdud görüntü dediyimiz pəncərəli məhdud görüntü budur. Yəni müəyyən gəmidəki metal hissələrlə ya metal hissə ilə qarşısı kəsilir, ya xilas edici qayıqlarla. Ona görə də məhdud görüntü deyəndə bəzilərimiz necə olur, onu təsəvvür eləmək üçün bu şəkil məhdud görüntü pəncərəli dediyimiz sırf bu gəmidən söhbət gedir. Və eləcə də sanitar qovşağı biraz fərqlidir. Yəni burada vanna var. Digərlərindən fərqli olaraq bir çoxunu da bilirsiniz duşdur. O ki qaldı seyf, xilas edici jiletlər və s. hamısında eynidir. Bax belə kompakt pəncərəli bir məhdud görüntülü otaq, 6035 nömrəli otaqdır bu.